Herkese salamlar. Bugün Sualma rubrikasında iki yeni mektubu təhlil edirik. İlk mektubun adı Qabığından çıxmağa çalışan cücəm. Hər vaxtınız xeyir Aygün xanım. Əvvəla sizə təşəkkür edirəm. Belə bir gözəl təşəbbüsə görə var olun. Son zamanlar özümü çox narahat hiss edirəm. Elə bil həyatımın hər sahəsinin bir durğunluğu var və qabağa getməkdənsə arxaya gedirəm. Sağlamlıq, pul, iş və s. Hal-hazırda sıxıntılarım maddi mövzularla əlaqəlidir. İngilis dili müəllimliyi bitirdikdən sonra bir-iki kursa müraciət etdim. Hətta qəbul da etdilər məni, amma atam razılaşmadı. Atam çox ciddi birisidir. Hər şey üçün icazə almalıyıq, işdən tutmuş geyimə qədər. Sonra dedim, özüm evdə tələbə hazırlayım. Şükür, 2-3 nəfər var, amma artıra bilmirəm. Özümü, bacarıqlarımı göstərə bilmirəm sanki, məni nəsə sıxır. Düşünürəm, atamın həddindən çox təsiri var. Uşaq vaxtından ona olan qorxum məni sıxıb əzir sanki. İndi də sanki məni söndürüblərmiş kimi hiss edirəm. Bir ara işimi dəyişmək istədim. Bir şirkətdə təcrübə proqramı tapdım, getmək istədim. Mənə icazə vermədi. Mən onu elə yerlərdə işləməyə qoymayacağım dedi. Artıq yorulmuşam öz qararlarımı verə bilməməkdən, istədiklərimi edə bilməməkdən. Hər şeydən tez soyuram, həvəsdən düşürəm, onsuz da alınmayacaq deyib əl çəkirəm, nə istədiyimi bilmirəm. Niyə başlığı elə yazdım? Ailəmi özümə bir sərhəd kimi görürəm, artıq bu qabığı sındırıb özüm olmaq istəyirəm. Ümid edirəm fikrimi aydın çatdıra bildim. Bir daha təşəkkürlər. Bəli, yetərincə aydın çatdıra bilmişsiniz. Deməli, siz məktub barəsində bir-iki şey demək istəyərdim. Mən də Azərbaycanda doğulub, böyüyən, 25 il yaşan, mənim də atam ciddi olub sizinki kimi, yəni icazə almadan mən də istədiyim yerə heç bir yerə işləyə bilməzdim. Sadəcə bizdə fərqi o idi ki, mən iş həyatına başlamadan atam rəhmətə getmişdi. Ona görə biraz başqa bir situasiya yarandı. Amma sizə çox gözəl anlayıram, bunu demək istəyirəm. Və bunu anlayaraqdan, yəni mən baxmayaraq ki, uzun illərdə Amerikada da yaşamışam, Avropada yaşayıram. Burada oturub sizə deməyəcəm ki, oy, bu necə belə bir şeydir, siz azad olmalısınız, istədiyiniz eləməlisiniz, atanızla savaşın deməyəcəm. Çünki məktubunuzda da hiss edirəm ki, bunun sizə nə hazırlığınız var, nə cəsarətiniz var və bu tipdə bir atayla da qarşı-qarşıya gəlməyin nə dərəcədə ağır bir şey olduğunu da anlayıram. Ona görə Azərbaycanlı olduğumuzu və situasiyanı tanıdığımızı nəzərə alaraq sizə məktubunu təhlil etməyə çalışacağım. Sizə çox çətindir reallığınızı nəzərə alaraq yaşamaq. Sizin reallığınızda isə situasiya budur ki, siz belə bir ailədə doğulmusunuz, sizin atanız belə bir cürdür və siz hələ ki onun evində, onun ailəsinin bir parçası olaraq, yəni azad insan deyilsiniz, ailə qurub hələ ki köçməmisiniz, bir növ bu reallığa uyğunlaşmağa məcbursunuz. Və bu məcburiyyət sizi çox qəzəbləndirir və mən sizi anlayıram. Siz deyirsiniz ki, içimdəki sıxıntı var, içimdə sanki nəsə sıxır məni. Məncə siz aqressiyanızı və autoaqressiyanızı tanımırsınız. Məsələn, hər şeyin səbəbkarı atanızı görürsünüz və bu faktdır. Razıyam, heç danmıram ki, atanızın təsiri var, uşaqlıqdan bəri, hal-hazırda da sizə bəlli bir əngəllər qoyur. Amma atamız tərəfindən olan əngəlləri biz daha rahat görə bilirik. Çünki sanki gözə görünən bir şeydir, toxuna bilinəcək bir şeydir. Amma içimizdəki gedən proseslər o qədər də görmək asan deyil. Yəni, mən görürəm ki, sizin özünüzə qarşı olan tələb və gözləntiləriniz var və bundan özünüzə qarşı aqressiya yaranır. Çünki hal-hazırda ki, siz özünüzdən gözlədikləriniz və istədiklərinizi edə bilmirsiniz. Və bunun üçün özünüzə uzun bir zaman tanımağı və çoxlu əmək vermək anlayışını da biraz görürəm. Çünki siz deyirsiniz, məsələn, bu işi biraz gördüm, sonra getdim başqa şirkətdə iş tapmağa başladım. Adətən insan bir işdən o birisinə tullanırsa, yəni bir xeyli uzun müddət seçdiyi bir məsələyin üzərində qalmadan, onun göstəricisidir ki, sanki insan öz daxilində nə baş verdiyini anlamır. Siz, məsələn, bu məsləyinizdə
yetərincə qalmamısınız kimi hissi var məndə. Harda ki, özünüzə uzun bir zaman və çox bir əmək verib professionallaşmağa çalışmamısınız müəllim kimi. Deyirsiniz, artıq yorulmuşam öz qərarımı verməməkdən, istədiklərimi edə bilməməkdən, hər şeydən tez soyuram, fikir verin, həvəsdən düşürəm. Siz qabığını qırıb çıxan cücəni bir növ ailənizdən azadlıq tapmağını, separasiya tapmaqda kimi görürsünüz. Amma məncə sizin məktubunuzun əsas məsələsi özünüzü axtarmaqdır. Özünüzün yaratdığınız o qəfəsi qırıb çıxmaqdadır. Çünki siz atanızın yaratdığı qəfəsi görürsünüz. Açıq aydındır, ortadadır. O sizdən asılı deyil. Orada siz heç bir şey edə bilmərsiniz. Amma əsas savaşdığınız qəfəs daxilinizdəkidir. O içinizdəki yarandığınız təzyiq, özünüzü sıxmaq, gözləntilər, tələblər, amma yetərincə əmək verməmək. Ona görə bizə hərdən elə gəlir ki, bax bu dəqiqə azadlığa çıxsaydım, bu dəqiqə mən atam icazə versəydi, mən bu dəqiqə nələr edərdim. Amma gedirsən və başa düşürsən ki, azadlığa çıxdın, azadlıq, indi nə? İndi nə edeyim? İnsan sanki çaşır qalır. Amma o qəfəsdəykən bir növ qəfəsi günahlandıraraq özümüzü realistik yox da, necə olduğumuz kimi yox da, necə ola bilərdimiş kimi görürük bir növ. Sanki başqası gəlir, bizi potensialımızı söndürür. Məncə siz potensialınızın axtarışındasınız və bu gözəl bir şeydir. Əgər siz o potensialınızı tapsaz, onun üzərində işləməyə başlasaz, mən əminliklə sizə deyirəm ki, özünüzə də, atanıza da olan, situasiyanıza da olan qəzəbiniz azalacaq və o qəfəsin bir növ barmaqlıqları o qədər də sizi sıxmayacaq. Ən azı, yəni görsəniz ki, ailə qurub o evdən çıxmayana qədər. Gəlin sizinlə birlikdə təsəvvür edək ki, siz, yəni hal-hazırdakı situasiyada görsənir ki, atanız icazə verir evdə tələbə qəbul etməyə, amma siz deyirsiniz ki, 2-3 nəfər var, amma bilmirəm, öz bacarıqlarımı göstərə bilmirəm. Məncə sizə birazca çətindir qəbul etmək ki, sizin bacarığınız o qədər də böyük deyil hələ. Və bu pis şey deyil. Biz hamımız karyeramızın əvvəlində görsənir ki, bir-iki kursa getmişsiniz, sizə icazə verməyiblər orada işləməyə. Yəni evdəki işiniz mən anladığım qədər ilk təcrübənizdə və o çox balaca, az bir zamandır. Və mən sizə əminliklə deyə bilərəm ki, siz bu işin üzərində qalsanız, ilk əvvəl görsəniz ki, mənim bacardığım elə budur, mən özümü açmağa qorxuram, çünki hiss edirəm ki, yetərincə bilmirəm, yetərincə bacarmıram, yetərincə təcrübəm yoxdur. Çox minimumdan başlayıb, az maaşla işləyib, amma çox təcrübə yığsanız, bəlkə başqa müəllimlərlə görüşlər təşkil etsəniz, öyrənməyə çalışsanız, təcrübə yığsanız və bu işdə yetərincə professionallaşsaz, tələbələrinizin sayı artsa, o tələbat artdıqca sizin əlbəttə ki, alacağınız maaşı da artıracaqsınız. Təsəvvür edin bunu, harada ki siz özünüzü artıq bir müəllim kimi professional, bilikli, bacarıqlı hiss edirsiniz, maaşınız var, pul qazanırsınız. Fikir verin, avtomatik olaraq insan özünü daha çox üzgüvənli hiss edir, daha az sanki qəfəsdəymiş kimi hiss edir. Çünki artıq bir növ yaslanacağı bir təcrübə var və qazandığı maaş var. Yəni mən bu istiqamətdə işləyərdim. Söndürülmüşlük də sizin içərinizdədir, siz içərinizdəki o sönmüşlüklə bir növ savaşırsınız. Bilirsiniz, sizdə sonda da bunu deyim ki, elə ki, siz beyninizdə savaşdasınız, iki paralel həyat yaşayırsınız. Birində harda ki, siz azadsınız, istədiyiniz qadınsınız, istədiyiniz kimi, bilmirəm də nə təsəvvür etmişsiniz ki, orada işləyirsiniz, parıldayırsınız. Burada isə qəfəsdə tutulmuş bir quşsunuz, cücəsiniz. Və əgər siz bir növ bu qəfəsdə olan o paralel həyatda qalsaz, reallığınızda qalsaz, nə qədər də bir müddətli sizi incitsə və orada bacardıqlarınızı eləyə bilsəz və burada qurduğunuz bu hal-hazırda qeyri-realistik fantaziyaların içinə getməməyi seçsəz, daha çox bir şeylər yarada biləcəksiniz burada, reallığınızla barışıq halda və irəli gedə biləcəksiniz. Ümid edirəm kömək oldum. Bu qədər. Keçirəm ikinci məktuba.
Salam Aygün xanım, bu rubrikaya üçün öncəliklə təşəkkür edirəm. Çox maraqlı bir ideyadır, uğurlu olsun. Məni bu aralar tez-tez dərin düşüncələrə qərq edən mövzu çox yaxında ana olmağımdır. Doğum prosesi və uşağın fiziki ehtiyaclarını qarşılamağın çətinlikləri məni qorxutmur. Psixoloji olaraq çətin keçən 9 ayın ardından doğum sonrası depressiya yaşamaqdan, əvvəlki öz həyatına düşkün, məsuliyyət almaqdan qaçan, həyatı gelişi güzel yaşamağı sevən, mənin yasını tutmaq, o duyğuları yaşamaq və ondan çıxa bilməmək qorxudur. Özümə zaman ayıra bilməmək, övladımı yetərincə sevə və qayğı göstərə bilməmək, ona düzgün tərbiyə verməmək məni qorxudur. Həmçinin uşağa qədər karyeramı inkişaf etdirə bilməmək, ümumiyyətlə həyatda hansı mövqeyi tutmalı olduğuma dair bir fikrimin olmaması. Bu isə mənə ən vahiməli gələndir. Bilirəm, mənim məqsədsizliyimin nəticəsidir. Ancaq yenə də uşaqdan sonraki həyat məni çox qorxudur. Bu qorxularla sağlam şəkildə necə başa çıxmağın yolları nələrdir? Həqiqətən də uşaqdan sonra özüm olmaqdan tam uzaqlaşacağam mı? Rəyləriniz mənim üçün önəmlidir. Təşəkkürlər. Təbrik edirəm. Ana olursunuz. Qorxularınızı anlayıram. Nə qədər də istər Instagramda, istər mən uşaq haqda belə çox sehirli, çox sanki sadəcə xoşbəxtlik gətirəcək bir şey kimi danışsalar da ki, bu elədir, o tərəf var. Məncə də uşaqdan, ana olmaqdan, bətnində bir uşağa böyütməkdən möcüzəvi bir şey yoxdur. Razıyam, amma uşağın bizim həyata gəlişiyle çox başqa şeylər də gətirir və ilk növbədə bu xanım da dediyim kimi prioritetlər dəyişir. Və əgər insan bir növ uzun zaman egocentrik və egoistik olaraq sadəcə özü üçün yaşayıb, bizim canavarımız o sahəni çox asanlıqla vermək istəmir. Sizin üçün, bilmirəm həyatınızda tam nə baş verir, məktubdan biraz çətindir anlamaq, amma niyəsə mənə elə bir his yarandı ki, siz bir növ bu yolda təksiz, bəlkə də yanılıram. Yaşınız da nədir bilmirəm, yəni 20 neçədir, 22-dir, 29-dur, 32-dir, 39-dur, hansı civardan danışırıq onu da bilmirəm. Amma sizin uşaqdan qorxmağınız bir növ reallıqdan qorxmağınızdır. Çünki uşaq öz gəlişi ilə bizi kökləyir reallığa, qaytarır reallığa. O sizin o yaşamaq tərzinizi, hansı ki siz təsvir etmişsiniz məktubunuzda, o çox reallıqdan qopuq uşaq həyat tərzidir. Harada ki, həyat mənim qayğıma qalır və mən sadəcə özüm üçün yaşayıram, oynayıram bir növ. Uşaq gəlişi ilə isə deyir ki, mən gəldim və siz birdən reallığa kökləndiniz və reallıqda həqiqətən bütün situasiyanın necə olduğunu gördünüz və onun vahiməsi sizi boğmağa başlayır. Bu sizi qorxudur, başa düşürəm niyə? Çünki yəni bu çox böyük bir keçiddir. Sanki reallıqda gərək indi yaşayasan və bir növ bu reallığa dönüşünüzün səbəbkarı uşaqdır. Siz psixikanızda hələ ki, və məncə siz bunun fərqindəsiniz və bu çox gözəl bir şeydir. Məktubunuzdan da hiss olunur ki, anlayırsınız situasiyanızı. Ki bir növ hələ ki sizdə psixikada uşaq tərəfiniz çox böyüdür, daha uşaq kimi düşünürsünüz biraz. Və biz psixikamızdakı ki hələ uşağıqsa, həyatımıza gələn doğacağımız uşaq, o bizə bir növ rəqib kimi gəlir. Elbil uşaq başqa uşaqlara özünə rəqib kimi görür. Və siz də elə hiss edirsiniz fərqində olmadan bəlkə də. Hər şey öncə mənim üçün idi, sadəcə mənim üçün idi.
İndi isə onu böyütməliyəm, onu görməliyəm, onu seçməliyəm, onu sevməliyəm. Fikir verin, malıyam, məliyəm. Sanki orada bir məcburiyyət var, istək yox. Ana olmaq qərarınızı nə dərəcədə şuurlu vermişsiniz, onu da bilmirəm. Uşaq həmişə istədiyi kimi, kef elədiyi kimi yaşamaq istəyir. Harada ki, onu reallığın ipləri bağlanmır. İşləmir, ya da işləsə işləyir, istəsə işləmir. Sanki kimsə həmişə onun qayğısına qalır. Burada isə uşaq sanki sizi məcbur edir yetişkin həyata köklənməyə. Artıq siz o dediyiniz kimi o uşaq ola bilməyəcəm bir növ. Burada deyirsiniz, o həyatı, gelişi güzel yaşamağı sevən mənin yasını tutursunuz. Yəni bir növ deyirsiniz ki, mən artıq uşaq ola bilməyəcəm. Mən artıq yetişkin olmağımın yasını tuturam. Çünki mən məcbur olacağam o birisi həyatıma sağollaşmaq. Və bu bir növ uşaq üçün, uşaq psixikası daha çox uşaq olan insan üçün bu doğrudan çox çətin bir keçiddir. Çünki uşaqlıqdan birdən-birə elə bir ki, sanki səni atırlar yetişkin həyatın içinə. Karyera, həyat yolunuz, bilirsiniz, sizin həyatınıza uşağınız gəlməsəydi, bəlkə siz hələ uzun, bilmirəm də yaşınız nədir, uzun zaman bax belə gəlişi güzel yaşayacaqdınız və bəlkə də bir 40 yaşınızda, 50 yaşınızda bir də oyanacaqdınız ki, sizin həyatınızda heç bir şey yoxdur. Amma əksinə uşaq gəlişi ilə sizi oyandırır və bu çox da pis bir şey deyil. Sadəcə olaraq sizə bu dəhşətli çətin gəlir, çünki siz hər şeyi birdən görüb, birdən həll etməyə çalışırsınız. Çünki içinizdə emosional gərginlik yaranır və anlayıram sizi, buradan qurtulmağa çalışırsınız o gərginlikdən. Ona görə istəyirsiniz ki, tez bunlar həll olunsun, hansısa bir çarə tapasınız ki, rahatlayasınız. Amma bu elə baş verməyəcək. Bunlar hamısı yavaş-yavaş olan bir prosesdir. Bir də təsəvvür edin ki, 5-ci sinifdə oxuyan bir uşağa deyirik ki, sən 5-ci sinifə oxuyacaqsan, sonra gələcək 9-cu sinif, orada sənin imtahanların olacaq, o imtahanları keçid etməsən 10-cu sinifə keçməyəcəksən, 10-cu sinifə keçsən də sonra 11-ci sinif olacaq, bütün 10-cu və 11-ci sinifi sən intensiv olaraq müəllimlərlə hazırlaşacaqsan ki, çünki instituta girməlisən, instituta girəndən sonra magistratura oxumalısan, ondan sonra da sən hələ mütləq işləyəcəksən ömür boyu, çünki ailəvi dolandırmalısan falan filan. İnsan, yəni uşaq panik atakı keçirdir və məncə siz də özünüzü o hala bir növ gətirirsiniz, birdən-birə bu situasiyaları həll etməyə çalışaraq. Məncə, uşağın gəlişi çox möhtəşəm bir şeydir, sizi oyandırır, reallığa qaytarır və siz bunu çox gözəl bir fürsət kimi dəyərləndirə bilərsiniz. Həyatda nəhayət ki, bir şeylər etməyə başlayaraq, uşaqdan yetişkinə keçməyə başlamaqla. Sizin uşağınızı sevə bilməmək qorxusu məncə ümumilə sizin hiss edə bilməmək və sevə bilməmək durumunuzdan gəlir. Yəni bu sadəcə uşağa aid deyil, bu ümumən sizin halınızda. Və bu belə olur əgər insan öz qapalı dünyasında sadəcə mənə aid olan bir dünyada yaşayanda, harada ki, mən hələ ki, başqalarına nəzərə almaq, onların qayğısına qalmaq, onlar üçün bir şeylər etmək kimi anlayışlar yaranır ki, bu yaranır sadəcə insan dar dünyasından çıxmağa başlayanda, birəcə başqa insanları görməyə başlayanda, onların varlığının önəmini görəndə. Sizin elə bir ki, demirəm tamamilə belədir, yəni yanlış anlamayın. Əminəm ki, bir tərəfdən bu uşağı çox gözləyirsiniz, sevinciniz də var, amma sanki uşağınız simasında demək istəyirəm bunu, başqa insanların hələ ki önəmi, anlamı və dəyəri sizin üçün yaranmayıb. Ona görə uşağın gəlişi sizi sizdən qoparacaq, sevdiyiniz hər şeydən qoparacaq bir əngəl kimi görsənir. Halbuki bunu yetişkin pozisiyadan baxsanız, dediyim kimi uşağı əksinə daha çox sizə stimul verəcək, böyüməyə itələyəcək bir möhtəşəm bir hədiyyə kimi görə bilərsiniz. Belə bu qədər. Ümid edirəm, kömək ola bildim. Mən isə sizin məktublarınızı gözləyirəm. Gələn həftə görüşərik. Sağ olun.